Qızlar, başım qarışıb işə. Deməli, uşaqlar üçün kompot qoymuşdum bişməyə. Dibi tutub, gördüyünüz kimi, baxın, yəni bunu özüm eləməmişəm. Qəsdən yadımdan çıxıb və qalıb bu hala dönüb. Bütün dibi yapışıb və qazanın dibi yanıb. İndi mən bunu sürtmədən nə ilə təmizləyirəm sizə onu göstərəcəm. Deməli, qızlar, mətbəxdə istifadə etdiyim belə bir vasitə var. Oksipoverdir adı. Ləkə çıxarıcıdır. Qazandan, qabdan, stikanlardan ləkəni çıxarır və həm də qazanlarınızda baxın bu şəkildə yanıqlar olduqda onları da qaynadıb çıxarır. İndi sizə canlı göstərəcəm. Deməli, qazanımıza 1 xörək qaşığı oksipover əlavə edirik və üzərinə çıxana qədər isti su əlavə edirik. Tərkibində heç bir zərərli maddə yoxdur. Tam təmiz, tam bitkisel məhsuldur. Artıq başladı qaynamağa. İndi görün necə ləkələri çıxaracaq. Qızlar, artıq köpüklənib daşmağa başlayır və baxın sizə göstərmək istəyirəm içindən nələr çıxır. Bütün qazanın dibi ilə bərabər yanığı görün necə çıxardı. Sadəcə möhtəşəm. Baxın, mən bunu qaşıqla qaşısaydım xırda-xırda olardı, düzdürmü? Amma görün necə bütöv şəkildə hamısını buna baxın. Superdə, sadəcə super məhsul. Buna baxın. Və indi boşaldırıq qazanı. Sadəcə wow. Buna baxın. Qazan əvvəlki halına döndü. Hətta əvvəlki halından da daha yaxşı. Sadəcə maçalka ilə yumağınız kifayətdir. Super. Bu da qazanın son halı. Ağappaq ağardı.